Salam dostlar, bugün DLS-də özəl loqo necə alınır, necə edilir onu sizə göstərəcəm. Burada gördüyünüz kimi DLS 2025-in loqosudur, amma bunu Qarabağ loqosunu dəyişdim çünki sizə göstərəcəm necə alınır, necə edilir. Və burada gördüyünüz kimi özəl loqo var, təbii ki formada var, amma özəl loqo, yəni formada elmasla alınır. Özəl forma, özəl loqo, hamısı elmasla alınır. Təbii ki, bu forma artıq 300 elmas olub. Loqo isə 150 idi, 170 idi, bilmirəm, belə idi. Yəni yavaş-yavaş bahalaşır. Məndən demək, indidən basın, yəni qalsın da, nə vaxtsa hansısa bir forma. Bəli, bura girirsiniz, gördüyünüz kimi özəl loqo. Yəni istədiyin klubun loqosunu edə bilərsən. Məsələn, Barcelona, Real Madrid, Qarabağ, amma 2019-20 loqosu var. Təbii ki 2025-ə də oxşuyur, yəni edə bilərsiniz. Buradan bizdə URL istəyir, yəni loqonun kodunu istəyir. Və biz Google-ə giririk, gördüyünüz kimi. Google-ə girəndə baxın, gördüyünüz kimi. Bura DLS 2025, baxın, DLS 2025 özəl loqo yazmışam, gördüyünüz kimi. DLS 2025 özəl loqo. Onu arayışa basıram dostlar. Və burada vid.on.com gəlir. Onun üstünə basırıq. Və burada gördüyünüz kimi cürbəcür klublar var. Amma bunlar köhnə formalarda, yəni Qalatasaray məsələn basaq. Baxın, Qalatasarayın loqosu və Qalatasarayın 2025 forması. Amma yəni Qarabağın forması amma çox keçmiş formasıdır. Ona görə də ki dostlar, Qarabağ gözləyəyin 2026-da, yəni məncə gələr, Google-ə də gələr, yeni bir proqram da gələr ki, yəni Qarabağın 2025-2026 mövsüm forma və loqo. Amma hələlik siz əgər indi loqosunu istəyirsinizsə, yenə vid.on.com-a girirsiniz və Qarabağ yazırsınız bura. Qarabağ və arayışa basırsınız dostlar. Baxın, gördüyünüz kimi Qarabağın baxın loqosu da gəlib. Qapıcının paltarı və formalar gördüyünüz kimi. Amma bunlar gördüyünüz kimi baxın 2017-2018 Çempionlar Liqası formalarıdır. Biz burada Qarabağı necə indiririk? Baxın, bura basırıq. Təbii ki bunu yox, gözləyin dostlar. Burada biri də var idi. Buradan çıxaq dedik dostlar. Buna basın dostlar. Bu da Qarabağın 2020-2019-cu mövsüm formalarıdır. Bu da kafada basaq, reklam geçsin. Baxın, bu da hansını istəsə onu indirə bilərsiniz. Bu da Qarabağın 2019-2020, bir də var 2017-2018 loqoları və formaları. Mənə görə məncə bu yaxşıdır, 2019-2020. Baxın, burada nə edirik dostlar? Burada bunun üstünə basırıq və burada link ünvanını koplayın. Baxın, yaşılı görürsünüz dostlar. Yaşın üstünə basırıq, saxlayır və belə bir şey gəlir. Link ünvanını koplayın. Onun üstünə basırıq və təzədən DLS-ə qaydırıq. Baxın dostlar, pasta basırıq və bu bura yapışır. Belə uzun bir balaca yazı alınır. Və bunu tamamı da basırıq və dostlar, gördüyünüz kimi Qarabağ loqosu. Dediyim kimi Qalatasaray, Barcelona, bu loqoların önəmi yoxdur ki, neçənci lol olsun. Amma formaların məncə önəmi var, çünki formalar 2025-2026 da ola bilər. Ona görə də ki, bunu etmək üçün sizə göstərəcəm. Yəni Qarabağ loqosunu bir izləyicim demişdi. Təbii ki o el olur. O gördü ki belə oldu. Yəni əgər siz
Barcelona, Real Madrid və digər klubların 2025-2026 formalarını istəyirsinizsə, üzgün dostlar, sizə indi göstərəcəm onu. Bəli dostlar, Derisi Kids yazsınız. Qısaca Derisi Kids. Gördüyünüz kimi mən Derisi 2025 özel logo Kids yazmışam. Amma Derisi Kids yazıb bura gələ bilərsiniz. Bəli, gördüyünüz kimi Dram, La Liga, Soccer, Kids və logo 2025-2026. Bəli, bura girirsiniz dostlar. Gözünüz dostlar, bunu bir dənə atladım. Reklamı. Qoklayacağım, çox reklam gəlir. Bəli, gördüyünüz kimi bu Barcelona 2025-2026 formalardır. Bilin dostlar. Baxın dostlar, bu 2025 formalar 2025-2026. Görün necə La Liga, üstündə də La Liga var. Baxın bu qismə. Bəli, bu da ikincidir, bu da üçüncüdür və bu qapıcı formalardır. Gördüyünüz kimi, baxın La Liga hamısında üstə. Bəli, bu da DLC'də, yəni 2025-2026 Barcelona'nın logosudur. Bunu indirə bilərəm. Baxın burada buna basırsınız və burada kopyalaya basıb təzədən yenə aparıb oraya yapışdırmaq olur. Amma mən indi formanı sizə göstərəcəm. Çünki necə yapışdırdığımı bildiniz artıq. Qarabağı məsələn yapışdırmışam. Baxın, məsələn deyək ki, Barcelona'nın bu forması. Baxın, bu formasını götürürəm. Kopyalaya basırıq dostlar və təzədən DLC'yə qaydırıq. Bəli, qaydırdıqdan sonra giririk forma yenə. Bəli, sizə bayaq dedim axı, formada brilyantdan alınır. Yoxsa siz heç vaxtı özel logo edə bilmərsiniz. Elmasa basmalısınız. Özel logo, özel forma ala bilərsiniz. Forma yerinə giririk. Baxın, bura özel forma yazılıb. Ora pesta basırıq. Bəli, buna da basırıq. Bəli, bu qədər. Bu da Barcelona'nın özel forması. Yəni oynatdığı forma. Yəni bu qədər sadədir. Burada da özünüz bilirsiniz ki, burada da özünüz düzəldə bilirsiniz. Rəng falan. Amma özel forma, özel logo ayrıdır dostlar. Bildiniz indi. Sağ olun, görüşənədək kanala abunə olub və like atmağı unutmayın.